Hamınıza salam əziz dostlarım, mən İlham. Bu gün nəzərə bir işlə neyəcəyik? Bu nəzərə bir işdə Azərbaycan dili 8-ci sinif Bunkerdən işdə bir dəqiqə göstərim. Yəni ikinci hissənin səhifə 166, yəni burada 5-ci və 7-ci sinifdə keçirilənlərin təkrarına aid test tapşırıqlarının cavablarını göstərəcəm. Gördüyünüz kimi cavablar 1E, 2B, 3C, 4C, 5D olmalıdır. 6A, 7B, 8, 3, 6, 9 gördüyünüz kimi, 10 da gördüyünüz kimi bu A variantı. Keçək B variantına. Artıq danışmayacağım, siz özünüz baxarsınız. Burada qırmızı yəni olanlar düz variantdır. Burada biraz səhvlərim çox çıxıb. Gördüyünüz kimi. Keçək C variantına. Gördüyünüz kimi səhifə 167-də B variantı idi. Bu 8-ci sinif DİM test tapşırıqları, yəni A variantı 7 və 8-ci sinifdə 7-ci siniflərin keçirilənlərin təkrarı. C variantı gördüyünüz kimi hamısı düzdür bunların. Burada göstərim C variantını. D variantı o da B olmalıdır. Bəli əzizlər, bu günlər mən sizə 8-ci sinif Bunker DİM gördüyünüz kimi 8-ci sinif Bunker dəki A, yəni 5 və 7-ci sinifdə keçirilənlərin təkrarında A, B, C, D variantlarını təqdim edim. Daha çox bu cür videonun gəlməsini istəyirsinizsə like və abunə ata bilərsiniz dostlar. Sağ olun, salamat qalın.